Hər kəsə salam olsun. Bu günlərim sorğu-sual videosu eləyirəm. Belə həm çəkiliş, həm də ki, sorğu-sual cavablandırma videosu eləyirəm. Deməli, yazıb ki, dəyərli izləyicimiz, tanışlıq hekayəniz necə olub, ailələrinizlə görüşürsünüzmü? Tanışlıq hekayəm deməli belə olubdur. Ailələrimiz özü bizi məsləhətləşib evləndiriblər. Yəni onların sözünə evlənmişik, belə deyək. Nişanlı vaxtdan falan, sonra bir-birimizi sevmişik, istəmişik, elə ailə qurmuşuq. İndi sevirik. Allah hamını xoşbəxt etsin, biz də onların içində. Yəni belə necə deyim, mükəmməl ya maraqlı bir tanışlıq hekayəmiz əslində olmayıbdır. İndi həm bir-birimizi sevirik, həm də hörmət qoyuruq. Bir də ailələrimizlə bəli görüşürük. Allah onları başımızın üstünə əski eləməsin. Keçək başqa suala. Salam ürəyim. Yazıb ki, sualım budur ki, uşaqları niyə bağçaya qoymursan? Uşaqları bağçaya niyə qoymuram? Uşaqları bağçaya qoymamamın səbəbi böyük qızım inşallah 1-ci sinifə gedəcək və Dərya özünüz bilirsiniz ki, 1 yaşı var, bağçada nə işi var? Bir dənə Pərişdir, 3 yaşı olan. O da ki, Dəryanın evdə oynayır, belə deyim. Həm də ki, onu bağçaya yəni, qoya bilmərəm. Birincisi, bağçaya pul yoxdur. Valla, dövlət deməklə, Allah haqqı dövlətdə də elə, hər şey puldur. Uşaqdır, gərək gündə bir geyinə. Yəni, belə deyim, imkanım çatmır. Həm də ki, zaten Dəryanla oynayır. Onun üçün, yəni, yerdə çox vacib deyil. Mənim şəxsi fikrim, qoyanların da Allah şinavand eləsin. Sonra keçək 3-cü suala. Salam bacı, siz hardansınız? Bakıda heç qohumlarınız yoxdur. Salam bacı, var. Biz Şamaxıdanıq, var, bəli. Bakıda qohumlarım var. Vallahi hamı qohumlarım var, sadəcə hərə öz həyatına sakit. Hərə öz həyatında valla çətinlikdir. Yəni, mənə kömək olmağını heç kimi istəmirəm. Allah mənə kömək olsun. Bir də niyə bu evi kirayə? Çünki bu evi kirayə vermək Zülfiyə xanım, yəni bu evi kirayə, məsələn, tutaq ki, mən buranı verdim, uzağı deyim belə, 100-ə gücdən qalarlar. O bir otaqdakı, məsəl üçün, mənim deyil, o da kirayədir. 100 manata mən harada kim kirayə qalım, yəni yoldaşım fəhlə adamdır. Yəni, heç cürünə alınmır da, özümüz də kirayələrin qiymətini bilirik ki, 250-yə də it günündə də hər yanda kirayə inəmişdik, bu da qabaqdan qış gəlir. Özümüz də qəşəkdə bilirik. Yəni, mənim üçün bu dəqiqə ən uyğun olan buradır. Başqa çarəm yoxdur. Allah kömək olsun. Bu da belə keçdi indi. O bir suala. Bacı, deməli adımı çəkərsən, Səlimə ürəyim, xoş gəlmsən. Birinci sual, əgər bugün həyatına kənardan baxsaydın, özünün aklına nə düşünərdin? Çox çətinliklərdən keçmişəm. Şükür Allaha bu günə gəlib çıxmışıq. İkinci sual, 10 il sonraki özünə məktub yazsaydım, inşallah deyərdim ki, hər şeyi bacarmışam. Geriyə baxanda, yəni hər şeyi bacarmışam. Heç ol ki, hamının qarşısına xoşbəxt görünüb, içində tam başqa səs keçirəsən, o qədər. Bacı, mənim haqqımda nə düşünürsən? Sən çox səmimi, gülərüz, gözəl bacımızsan. Xüsusiyyətlərimiz hansı? Səmimilikdə mənim xüsusiyyətlərimi bəyənirsən, hamısını bəyənirəm ürəyim. Buradan Səlimə bacıma, Adelə, Aysuya, Anara, yoldaşına, hər birinə salamlar, balalarına salamlar olsun. Çox sağ olun, təşəkkür edirəm məni izlədiyiniz üçün, mənə dəstək olduğunuz üçün, Allah köməyiniz olsun. Salam Aytaç bacımız, xoş gəlmsən. Bacı ayrı evə, bacı, valla bu saniyə pulum olsa bu dəqiqə çıxaram ayrı evə, əlbəttə ki fikrimdə var. YouTube'a da ən çox ona görə başlamışam ki, inşallah burada saatım, 4000 saatım dolsun. İnşallah ki, evə çıxım, Allah qoysa, çoxlu pul qazanım buradan, evə çıxım. Və buradan çox xahiş edirəm ki, məni izləyəsiz, mənə abunə olasınız, məni videolarımı axıracan izləsəz, çox sevinərəm. Çünki hər izlənmə mənim üçün böyük uğur deməkdir, şərt də ondan belə Dərya gəldi bu arada. Yavaş eləydim səslənmək ki, durmasın, durdu nəysə. Çox sağ olun buradan. Təşəkkür edirəm hər birinizə. Nə yaxşı ki varsınız. Keçək başqa suala.
Nişanlı vaxtda sevirdik bir-birimizi. Evlənəndən sonra da ürəyim. Allah hamını xoşbəxt eləsin inşallah. Keçək başqa suala. Salam, adım Ləmandır. Üzümü göstərməyi yox, planlamıram hələ ki. Çünki həm yoldaşım icazə vermir, həm də ki, hələ ki, necə deyim, fikirləşmirik. Amma gələcək zamanda o demək deyil ki, göstərməyə bilmərəm. Bəlkə vaxt gələcək, zaman gələcək, üzümü göstərəcəm, maraqlı kontentlər çəkərəm. Allahın işidir. Hələ ki, yəni elə bir planımız yoxdur. İnşallah, bəlkə gələcəkdə göstərdiyi o da bilmirəm. Bu suallara görə, necə deyim, böyük danışmaq istəmirəm. Hər şey zamana bağlıdır. Belə deyim, YouTube-da vlog çəkdiyim cəmi bir ay təzə olubdur. Düzdür, uzun vlog çəkmək yorucudur. Necə yorucudur? Uşaqlarla bəlkə də mənə yorucudur. Ola bilər. Bir də ki, edit, dəhşət çox edit yorucu işdir. Yəni, adamın əsəblərlə oynayır, edit eləmək, belə deyil. Bəlkə mənim telefonum xarab olduğunadır, ev ki, tez qızır əlimdə. Ondan da bilmirəm, amma ki, edit mənim üçün çətindir. Arada deyirəm ki, görəsən YouTube-u buraxımmı? Sonra deyirəm, yox, mənim dəyərli izləyicilərim var. Artıq mən balaca da olmasa izləyicilərim var. Balaca necə balaca? Yəni, böyük kütlə olmayıb da hələ. İnşallah o da olar. Yəni, telefon cəhətdən telefon xarab olduğu üçün arada deyirəm ki, görəsən çəkməyimmi? Amma sonra deyirəm, yox. İnşallah ki, Allah qoysa bu videoda mənə çoxlu abunə gəlsə, elə bir ki, bunu ötürmədən çox xahiş edirəm, çox adam baxsa, 4000 saatim vallah da olar. 4000 saatim da olsa da ən birinci istəyirəm ki, özümə telefon alım. Qəşəng videolar çəkim Allahın izni ilə. Çünki əslində arzuladığım çox video var, çəkə bilmədiklərim var. Telefon üzündən. İnşallah ki, yaxşı olar. YouTube onun üçün buraxmaq istəmirəm, belə deyim. Düzdür, nə yalan deyim, arada fikirləşirəm, telefonu görə mənim də arzularım var, amma baxıram belə ki, məncə artıq mənim də kütləm olmağa başlayır. Çox sevinirəm, çox xoşbəxt olam. Allah hamımızı xoşbəxt eləsin. Bir abunə gələndə belə mən çox sevinirəm. Yəni, bu çıxdığım yolda istəmirəm, əli boş geri qayıdım. Allah məni bu çıxdığım yolda geri boş qaytarmasın əlimi. Prosta belə necə deyim, öz danışığım falan əsəbləşirəm arada. Necə başa salım bilmirəm. Necə burasını kəsərəm. Bilmədim, nə danışım. Ağlımdan çıxdı. Təsəvvür edin, videonun dəqiqəsini qoymuşam 36 dəqiqə 51 saniyə. Amma ki, yarısından çoxu videonun suallarını cavablamışam. 36 dəqiqə ilk dəfədir video eləyirəm. Yəqin ki, bundan biraz qısaldaram. Çünki 36 dəqiqə video kim baxar? Məncə heç kim baxmaz. Bilmirəm. Burada samaniyyə düşür, o göstərirəm. Keçək başqa suala. Bacı qızlardan hansının ən çox xasiyyəti sənə oxşayır? Adımı çəkə bilərsən, Banu ürəyim. Qızlarımın heç birinin xasiyyəti mənə oxşamır. Hələ Dəryan tam dəqiq bilmirəm, hər körpədə, amma baxıram ki, nə böyük qızım, nə balaca qızım. Xasiyyətcə mən qətiyyən oxşamırlar. Hərəsindən tamamilə başqa cür xasiyyəti var. Dərya da hələ ki balacadır, bilmirəm. İnşallah ki, bu suala biraz Dəryada böyüyən cavab verirəm. Bəlkə Dəryankinə mənki düz. Amma belə, yəni, xasiyyətimiz belə baxıram ki, hələ ki yoxdur. Tutan yoxdur hələ ki. Məsəl üçün, mən deyib gülməyə xoşlayanam, İnci deyib gülməyə xoşlayan deyil. Pəriş belə də. Dərya da ki, hayasız özünüz bilirsiniz, vloglarda görürsünüz. Amma bu vlogda bir dənə yatanda göstərdim. Dedim, yatanda eləyim bu səsləndirməni, amma uca durublar, oyaqdılar bu arada. Bu arada gülüm, bu nanəmi çox xoşlayıram, sulayıram. Və keçək başqa suala. Aytaç xanım yazıb ki, bu həyatda nədən peşman olubsan? Bu həyatda şükür, peşman olduğum bir şey yoxdur, çox şükür olsun. Hələ ki, yoldaşımla necə tanış olmuşam. Bayaq da dedim, belə ailələr, böyüklər məsləhət görüb evlənmişik.
belə deyim. Və sonradan da peşman da olmamışıq. Çox şükür, nə yaxşı ki evlənmişik. 3 dənə də uşağımız var. Allah hamının balasını saxlasın, hamını xoşbəxt eləsin. Biz də onların içində. Yəni peşmançılığım yoxdur. Çox şükürlər olsun. Nə yaxşı ki də elə böyüklərin sözünə baxmışıq, evlənmişik və bir-birimizə həm hörmətlə yanaşır, həm də sevirik. Ayrı ev qalanda ki, məncə bu mənim şəxsi fikrimdir. Məncə elə hamı ayrı qalmalıdır. Çünki ailə içində ailə olmur. Əlbəttə ki, yazmısan qaynanalı ev yoxsa ayrı ev. Əlbəttə ki, ayrı ev. Elə hamımız elə bir-birimizə qonaq gəlib gəlsək, hörmətimiz də çox olar. Mən belə fikirləşirəm. Həm də ailənin içində ailə olmur. Bu mənim şəxsi fikrimdir. Belə başqa nə qaldı? Evlənəndə ilk nə düşünürdün? Evlənəndə heç nə, adam biraz şoka girir, başqa evdəydin, başqa həyat. İndi sən başqa həyat qarşılayır. Hər bir ev, necə deyim, fərqli olur da. Məsələn, maman gildə olduğu həyat, məsəl üçün deyirəm, qaynanan gildə eyni həyat olmur. Hərənin özün ayrı bir həyatı var, yaşamı var. Yəni pis deyil idi, yaxşı idi. Prosta adam kövrələyir, ata evindən köçürsən, kövrəlirsən. Belə. Yəni başqa buna nə sual verim bilmədim. Keçək başqa suala. Salam. Sual 1: harda, necə tanış oldunuz? Yenə deyirəm. Harada deyəndə elə rayonda, mən düz Bakıda yaşayıram. Yoldaşım rayonda yaşayırdı. Ailələr məsləhətləşəndən sonra belə tanış olmuşuq. Yəni ondan qabaq belə qohumuyduq, amma uzaq qohumuyduq da. Belə yəni necə deyim, əlaqəmiz yox idi. Nişanlanandan sonra danışmışıq, belə deyim. Yəni belə maraqlı həyat hekayəm, tanışlıq hekayəm olmayıbdı. İkinci suala cavab verək. Bu arada bunu çox deyən var. Niyə bir otaqlı evdə kirayə qalırsan və o birisi, yəni o birisi otaqda, bu otaq sənindir, o birisinə niyə hava yerə pul verirsən və niyə yaxşı yerdə kirayə qalmırsan? Çünki bu bir otaq özümündür. O birisi otaq isə kirayə götürmüşük, başlıca belə deyim. Kirayə götürməyimizin səbəbi Dərya yeriyəndən sonra yer yox idi yeriməyə. Divan var idi, beşik var idi bu bir otaq içində. Həm də ki, kirayə verirdi qonşumuz, başqasına verəcəkdi və koridorda adam dolacaqdı. Koridorda adam dolanda hamam olsun, tualet olsun, yəni onlar opşidir də, belə deyək. Onlar dolanda, məsəl üçün mən gəlin xeylağı, başqası gəlməyi, necə deyim, olmur da alınmır, yəni çox adam yığılışmağa alınmır. Onun üçün ora məcburiyyət cəhətdən kirayə götürdüm. Həm də ki, yoldaşım fəhlə insandır. Mənim 250-300 manat adi quru kirayəyə, sonra kommunala verəcək pulum yoxdur. Onun üçün burada qalıram. Müvəqqəti çətinlik deyək. Yaxşı olar inşallah. Hər birinizin bir axıracan izləməyi, bəlkə də məni başqa bir evə çıxarda bilər. Göydə Allah, yerdə sizdən asıdır. Çox təşəkkür edirəm ki, məni izləyirsiniz və çox xahiş edirəm ki, məni axıracan izləyəsiniz. Bəlkə ola bildi ki, 2-3 aydan sonra mən başqa evdə vlog çəkdim. Yəni həyatım dəyişdi. Göydə Allah, yerdə sizlərin izləməyin nəticəsində ola bilər, şərh yazmağı, bəyənməyi. Yəni indi müvəqqət çətinlikdir. Bu yola girmişəm ki, inşallah hədəfim birinci telefon, çünki yaxşı vloglar çəkmək üçün, ikinci də evim olsun inşallah. Yaxşı evim olsun, oradan vlog çəkəm. Bu arada uşaq ağlayır. Nə qədər sakitləşdirəm dayanmır və 18:00-da mən bu videonu paylaşmalıyam, mütləqdir. Burada evin göstərirəm, burada təmizləmişəm, prosta yadımdan çıxıb əlavə eləmək. Uşaqlar da orada yatıb. Keçək başqa suala. Bacım, mən harda yaşayıram? Hövsanda yaşayıram. Sonra da yazır ki, qohumla evlənmisiniz, yoxsa yadla? Uzaq qohum deyək. Uzaq qohumla evlənmişəm.
Və nə yaxşı ki evlənmişəm. Allah hamını xoşbəxt eləsin bu arada. Bu arada qablar da burada yuyuram. Ya Allah, keçək başqa suala. Bacımız yazıb ki, bacı sənə ən çətin yaş dövrü hansı olub? Bacı, belə deyim ki, mən uşaqlıq yaş dövrümdə çətin olubdu, çətin gəlir. Necə deyim, ərgənlikdə, yəni böyüklükdə, indi də çətindir. Bütün yaş məncə dövrlər çətindir, hasant deyil, hasant dövrdən keçmirik. Yəni çətinliklə də yavaş-yavaş gedirik də, Allah çətinliyə belə salmasın. Ən çox amma çətinlik olub məndə təzə evlənəndə. Çünki başqa ailə olur. Mənim fikrimcə öz ailən, başqa ailəyə gəlirsən, yəni çətin dönəmdən keçirsən, belə deyim. Məsəl üçün bilmirsən kimin nə xoşuna gələr filan. Yəni orada çox belə çətinlik çəkirdim mən belə. Ki, yəni nəyi necə eləsəm yaxşı olar. Çünki hamımız da bilirik ki, qız vaxtı evimizdə olan kimi olmur. Onun üçün belə, yəni müvəqqəti, o da deyək ki, müvəqqəti 1 ay falan belə müvəqqət çətinlik, təzə gəlin çətinliyi deyək ki. Bir də ana olandan sonra, uşağın olandan sonra çətinliklər başlayır. Uşağa baxmaq falan. Elə olur ki, günlərini oturub ağladığım olub, uşaqlar yatmayıb. İnsan yatmayanda da başı ağrıyır, özünü yaxşı hiss eləmir. Yəni belə deyək. Allah hamının işinə vand eləsin. Bu arada suallarımız bitdi. Başqa tanışlıq hekayəsində vlogu çəkəcəkdim mən. Gördüm çox adam yazır tanışlıq hekayəsini. Yoldaşım da deyəndə ki, gəl çəkək, deyir ki, nəysə ki, nəsə maraqlı bizdə bir şey olmuyor. Siftəsindən bir-birimizi sevməmişik, eləməmişik. Sonradan olub deyənə dedi ki, olmasın da, yəni nə danışaq, yəni danışılası bir şey yoxdur. Böyüklər yəni məsləhət eləyibdi. Amma istəyərdim ki, belə ən azı bir 5-10 dəqiqəlik də olmasa tanışlıq vlogu kimi atım. Nə bilim, baxaram vəziyyətə. Sonra başqa nə qaldı? Başqa belə yəni maraqlı suallarınız olsa yazarsınız inşallah. Bir dəfə də bu part 2 olsun. Bir dəfə də part 3-ünü çəkərik, sual cavabım. Düzdür, bunu çəkmək çətindir. Bu CapCut-la da redaktör eləmək, çəkmək çox çətindir. Bir-bir kəsirəm, düzəldirəm, səsləndirmə verirəm. Telefon tez-tez sönür, ürəyə gedir. Amma yenə də maraqlı olacaq məncə, mənim fikrimcə. Şübhəli. Belə başqa məsəl üçün mənə nə suallar vermək istəyirsiniz, verə bilərsiniz. Bu arada adım Ləman, 27 yaşım var, evliyəm, 3 uşaq anasıyam. Belə əkizlər bürcüyəm. Ən sevdiyim rəng ağ, qırmızı, qara, yaşıl ola bilər. Yeməklərdən də bir zəhləm getdi yemək xaşdır. Bir də sonra da vardı, başqası da var. Ət yeməyindən belə xoşlamıram. Çox da belə, əslində mənə qalsa kartof, makaron belə yeməklərlə başımı dolandıran, prosta yoldaşım da ət yeyəndir. Onun üçün də yəni məcburam ki, ona uyğun bişirim. Çünki onu da qınamıram. Allah hamının ruzusunu yetirsin. İnşallah istəyirəm ki, bu videodan çox xahiş edirəm, mənə çoxlu baxışlar gəlsin. Onların hamısı sizin əlinizdədir. Çox-çox sizdən xahiş edirəm bu videoyu izləyən insanlar arxaya qabağa fırlamadan. Səsindən zəhləniz gedir, bəlkə ola bilər insandır. Heç kim mükəmməl deyil. Yəni heç kim də məni xoşlamaq məcburiyyətində deyil. Tam anlayışla qarşılayıram sizləri. Çox xahiş edirəm. Nə olar, dəstək üçün deyirəm. Səsimi alın, izləyin. Eybi yoxdur. Amma əsas odur ki, izləyin. İzləyənə daha çox insanın qabağına çıxır. Başdan ayağa izləsəz bir 10 dəqiqə, 15 dəqiqə düz çoxdur, amma çox xahiş edirəm. Heç olmasa bir 6-7 dəqiqə izləyin. Yəni izləsəz sevinərəm. Allah sizə xoşbəxt etsin. Allah sizə sevindirsin hər zaman. Abunə olsanız çox sevinərəm. Şərhlər gözləyirəm. Sizdən bol-bol şərh gözləyirəm. Nə sualınız varsa inşallah yenə çəkərəm. Bu videonu burada dayandıraq. Sağ olun. Allaha əmanət olun. Çox sağ olun. Nə yaxşı ki varsınız. Nə yaxşı ki mən dəyər verib izləyirsiniz. Allah hər birinizdən razı olsun. Necə deyim, çalışdığım qədər bütün sualları cavablandırdım. İkinci səfərdə səsləndirmə eləyirəm. Ola bilər ki, pis çıxdı video. Hələ ki öyrəşməmişəm. Tam-tamına bir ay, neçə gün oldu? Ayın 7-si də, avqustun 7-si bir ay oldu. Bir ay, 4 gündür.
ki YouTube'da uzun vloglar balaca atırdım, uzun atmırdım. Belə səsimlə atmırdım çox vaxtı. Yəni onun üçün üzr istəyirəm məni. İnşallah gələcəkdə peşəkarlaşaram. Mən də yaxşı, daha yaxşılarını çəkərəm inşallah. Sağ olun, Allaha əmanət olun. Var olun. Bu qədər.